möminlərə olunan işgəncələrə nə edirlər? Şahidlik edirlər. Şahidlik edirlər. Yaxşı, sual çıxır ortaya, niyə o tərəf, xəndəkdə olanlar, xəndəyin kənarında olanlarla bir nə torpaq davaları vardır, nə mal davaları vardır. Yəni, ölməyə səbəb bir şey yoxdur. Məsələn, bu qəbilə hücum edib o qəbiləyə, bu şahlıq hücum edib o şahlığa, aralarında qan var, gəliblər qisas almağa, tamam. Amma burada belə bir şey yoxdur. Yad bir səmtdən, yad bir istiqamətə bir güc gəlir və deyir ki, sən mənim inancıma inanmalısan. Məsələn, mən bu inancdayam, ey məntəqə əhli, hamınızda bu inancda nədir? Olmalısınız. Yaxşı olmuruq, bizim öz inancımız var. Olmursuz, yandırırız. Olmursuz, öldürürüz. Yəni, mövzu inanc üstündə qurulur. Həmən bu hadisə, soyqırım, inanc üstündədir. İndi Allah özü də səbəbi izah edəcək. وَمَا نَقَمُوا مِنْهُمْ إِلَّا أَنْ يُؤْمِنُوا بِاللَّهِ الْعَزِيزِ الْحَمِيدِ. Əziz olan, həmid olan Allaha iman gətirdiklərinə görə onları xəndəyə atıb yandırdılar. Eyb, töhmət bu idi. Xəndəyin içində yandırılanlar oğurluq eləmişdi, yox. Kimisi öldürmüşlər, yox. Kimisi haqqına girmişlər, yox. Bəs niyə bu qədər insanı atıb yandırdılar? Çünki onlar Allaha iman gətirmişlər. Eyibləri bu idi. Nəqəmə ərəb dilində eyib tutmaq. Hər hansı bir hərəkəti inkar eləmək. Xoşum gəlmir, belə eləmək. Buna deyərlər nəqəmə, bil-fəthəteyn. Maidə surəsi 59-da da elə bir bu mövzuya bir işarə var. Onu da bu işarə kimi üstündən keçək. Peyğəmbərə salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Deməli, 58-dən başlayaq. Allah Teala Peyğəmbərə deyir ki, və ilə nədeytum Peyğəmbərin ümmətləri ilə salat, möminlər başqalarını namaza dəvət edəndə ittəxəduha huzuvən və lə'ibə. Həmən bu namazı oyuncaq, əyləncə, istihza kimi qəbul etdilər. Allah Teala buyurur, səbəb də qovmun la ya'qilun. Çünki onlar namazın nə olduğunu dərk etmir. Qul ya əhləl kitab. Peyğəmbərə Allah əmr edir. Dinən, ey kitab əhli, Yahudilər, Xristiyanlar, həl tənqimunə minnə illə ən əmənnə billah. Sizin bizdə inkar etdiyiniz, eyib tutduğunuz məsələ Allaha iman gətirmənizdir və bizə nazil olan kitablardır və bizdən öncəki Peyğəmbərlərə nazil olan kitablardır. Yəni, başqa bir cümlə ilə, nazil olan kitablara iman gətirməyimiz, Allaha iman gətirməyimizi eyib tutursunuz, bizdə qüsur, nöqsan, bunu tutursunuz. Eyni bu ayə Buruc surəsinin 8-ci ayəsində eyni məna. Yəni, mömin kütlədə eyib tutulur, qüsur, nöqsan tutulur, o da nədir? Allaha və kitaba inanmaq. Allaha və kitaba inanmaq nədir? Eyib. Və ona görə səni qətlə də yetirəcəklər, ona görə səni cəmiyyətdən də uzaqlaşdıracaqlar, ona görə sənə müəyyən işgəncələr və təpkilər göstəriləcək. İslamdan da qabaq, İslam vaxtıda və qiyamət gününə qədər.
İndi Allah Taala öz qüdrətini nümayiş elətdirir. Əziz və həmid, əziz yəni məğlub olmasın. Həmid, şükür və səna olunan. Əlləzi lehu mulkus semavati vel ard. Göylərin və yerin nə qədər malik olmalı əşyası varsa, hamısı kimindir? Allah'ındır. Göylərin və yerin maliki Allah'dır. Vallahu ala kulli şeyin qadir. Deməli Allah malikdir, hər şeyə qadirdir, əzizdir, həmiddir. Vallahu ala kulli şeyin şəhid. Allah Taala hər şeyin neyidir? Şahididir. Diqqət edin, bir məsələyə də işarə edin. Şəhid kəlməsi Quranda gəlir. Şahid kəlməsi də gəlir. Amma şəhidin Quranda müharibədə dünyasını dəyişmiş, öldürülmüş insan kəlməsi olaraq gəlir. Şəhid kəlməsi, məsələn, vətən müharibəsində dünyasını dəyişən əskərlərimiz ki oldu, onlara biz deyirik şəhid. Yəni, bu termin İslam terminidir. Əgər İslamdan imtina etsək, gərək şəhid kəlməsinə də bir şey uydurmaq lazımdır. Ki, vətən ölüsü olmur belə. Vətən vəfat etmişi yenə də olmur. Vətən canı çıxmışı yenə də olmur. Nəsə uydurulmalıdır, İslam imtina olunsa. Bu termin İslam terminidir ki, haqq, ədalət uğrunda dünyasını dəyişən əskərə deyilir nə? Şəhid. Bu məna Quranda gəlir. Quranda ancaq müşahidə və şahidlik mövzusu gəlir. O hədislərdən qaynayır ki, müharibə meydanında, haqq yolunda, Allah yolunda dünyasını dəyişən şəxsə deyilir nə? Şəhid. Deməli, mövzunun ibtidasında qeyd elədim ki, şahid və məşhud, müşahidə aparan və o mövzu ki, üstündə müşahidə olunur. Əllamə Təbətəbai rəhmətli buyurur, 30-a yaxın rəy var. Hələ ən üçünü, hələ buradan nədir götürmək? Olar ki, Allah özünə də deyir ki, şahid kimdir? Vallahu ala kulli şeyin şəhid. Hər şeyin şahidi kimdir? Allah. O Xəndək hadisəsinin şahidi kimdir? Allahdır. Və müşahidə olunan həmən bu səhnədir. Xəndəkdə baş verən hadisə içində və kənarda. İnnellezîne fetenul mu'minîne vel mu'minat. Bax, diqqət edin, ərəb dilində bəzi kəlmələrin yaxın mənaları var, bəzi uzaq mənaları var. Məcazi, həqiqi, belə qarışıq bir durumlar var. Ayədə Allah buyurur ki, İnnellezîne, o kəslər ki, fətənul mu'mininə vəl mu'minat. Mömin kişilərə, mömin qadınlara fitnə etdilər. Fitnə nədir? Fitnənin müxtəlif mənaları var. Zəlalət mənası var. Şirk mənası var. İmtihan mənası var. Yoxlamaq mənası var. Məsələn, dəmiri və yaxud qızılı odla neynəyərlər? Fitnə eləyərlər. Yəni, dəmiri qızılı odla qovuşturmağa deyərlər fitnə. Yəni, fitnə nə? Yoxlamaq ki, görək bu nədir onun içində? Bu qızıldır, qızıldır, dəmir möhkəmdir, möhkəmdir. Oda verməyə deyilir nə? Fitnə ərəbdir. Və həmçinin də fitnənin əzab mənası da var. Deməli, şirk, zəlalət, əzab, imtihan, yoxlamaq bu mənalarda nədir gəlir? İndi burada hansıdır? Deməli, İnnellezîne fətənul mu'mininə vəl mu'minat. Mömin kişi, mömin qadınlara fitnə edənlər nədir? Yəni, onları yoxlayanlar, zülm edir. Bax, məsələ də buradadır da, əgər hədis və yaxud
təfsir qəbul olunmasa ilişib qalacaqsan. Mənanın birini seçdin, bəs o birsin niyə seçməyəsən? O niyədə ilişib qalacaqsan. Deməli, başqa bir Quran ayəsində belə bir kəlmə var. Yevmehum alən-nari yuftanun. Qiyamət günü onlar odda fitnə olacaqlar. Yəni cəhənnəm əhli odun içində nə olacaqlar? Fitnə olacaqlar. Odun içində fitnə olmaq yəni nə? Yəni Allah yoxlayacaq onları ki, görüm dözmür. Yox, əzab. Deməli fitnənin bu ayədə mənası olacaq nə? Əzab vermək.